Salam, bir daha xoş gördük hər birinizi. Deməli, ki haqqında baxacağıq. Ki ədatı haqqında baxacağıq, belə deyək. Ki ədat kimi, deməli, ki ədat kimi bir olur sual ədatı, bir də olur qüvvətləndirici. Bunu necə aydınlaşdırırıq? Deməli, yadda saxlayırıq. Cümlənin ortasında işlənibsə, qüvvətləndirici ədatdır. Bu adətən bu formada olur. Bax, məsələn, sən ki belə deyildin. Mən ki bunu neçə vaxtı düşünürdüm, bax bu formada. Cümlənin sonunda gələndə, məsələn deyirsən ki, sabah gələcək sabah gələcək ki, bu da artıq olur nə? Sual ədatı. Deməli, bir daha yadda saxlayırıq ki, cümlənin ortasında işlənirsə qüvvətləndirici ədat, cümlənin sonunda işlənirsə sual ədatıdır. Diqqətinizə görə sağ olun.